Salam müəllimlər, hər vaxtınız xeyir. Bu gün mən sizə Azərbaycan Respublikası Əmək Məcəlləsindən danışacağam. Deməli, bu qanun elə bir qanundur ki, həm laborantlara, həm Uşaq Birliyi Təşkilatı rəhbəri, həm də kitabxanaçılar üçün zəruri olan bir qanundur. Ümumiyyətlə, hər bir namizədin, hər bir işə qəbul olmaq istəyən şəxsin əslində bilməsi olduğu bir qanundur. Yəni zəruridir, mühümdür. Deməli, bu qanunda ümumiyyətlə Əmək Məcəlləsində işçi ilə işəgötürən arasında əmək müqaviləsi imzalanmalıdır. Bu əmək müqaviləsində işçi ilə işəgötürən arasında olan münasibətləri tənzimləyir. Yəni burada işçinin vəzifə öhdəlikləri, hansı əmək funksiyaları vardır, iş saatı nə qədərdir, işə başlamalı olduğu tarix də həmçinin burada qeyd olunur. İşçinin adı, soyadı, fin kodu, yəni fərdi identifikasiya nömrəsi və s. Yəni burada bir çox qeydlər aparılır əmək müqaviləsində və onu da qeyd edeyim ki, İşçinin hüququdur ki, əmək müqaviləsində yazılanlarla dəqiqliklə tanış olsun, burada verilmiş öz öhdəliklərini bilsin, öyrənsin. Yəni bu işçinin hüququdur. Ondan sonra işçi müqaviləni imzalamalıdır. Yəni yenə deyirəm, hüququdur. Yəni tanış olduqdan sonra və işəgötürən də həmçinin və əmək müqaviləsi 2 nüsxədə olur. Ən azı 2 nüsxədə olur. Biri işəgötürəndə, yəni rəhbərdə, digəri isə işçidə qalır. İşçidə qalır və belə deyim, işçinin hüquqlarından biraz danışım sizə. İşçinin minimum əmək haqqıdan az olmayan məbləğdə əmək haqqı, aylıq məvacib almaq hüququ vardır. Daha sonra işçi qanunvericiliklə müəyyən olmuş iş saatında qanunvericiliklə müəyyən olmuş iş saatından artıq olmayan müddətdə çalışmalıdır. Yəni 8 saatdan artıq çalışmaq olmaz. Və yaxud bəzi müəssisələr vardır, qurumlar vardır ki, 8 saatdan artıq çalışır. Buna görə də ümumiyyətlə işçi öz iş saatından əlavə çalışdıqda, cəlb olunduqda, buna görə işçiyə əlavə əmək haqqısına əlavələr verilməlidir. Həmin iş saatına görə və yaxud cümləni belə də qura bilərik ki, işçinin hüququ vardır ki, iş saatından əlavə çalışdığı saata görə əmək haqqına əlavə almaq hüququ vardır və yaxud bunu tələb etmək hüququ vardır. Daha sonra işçinin hüquqlarından mən sizə onu da qeyd edeyim ki, əmək müqaviləsini ləğv etmək, ləğv edilməsini tələb etmək, yaxud əmək müqaviləsinin şərtlərini dəyişdirmək hüququ vardır işçinin. Daha sonra deməli, iş vaxtında əmək müqaviləsində qeyd olmuş öhdəliklərə xələl gətirməyən və rəhbər heyətinin də razılığı ilə qanunvericiliklə qadağan olunmayan əmək fəaliyyəti ilə məşğul olmaq, yəni əlavə qazanc, gəlir qazanmaq məqsədi ilə işçi hər hansı bir fəaliyyətlə məşğul ola bilər. Tutaq ki, işçi belə deyim, hər hansı bir müəssisədə çalışır, o həm də pedaqoji fəaliyyətlə məşğuldur və belə deyim, öz əmək funksiyalarına xələl gətirmirsə, yəni tutalım iş vaxtında boş bir vaxtda 1 saat və yaxud yarım saat pedaqoji fəaliyyətlə də məsələn məşğul ola bilər. Qanunvericiliklə qadağan olunmayan əmək fəaliyyəti ilə. Daha sonra onu da qeyd edim ki, deməli işçinin mənzil şəraitinin, yəni ailə üzvlərinin mənzil məişət, sosial məişət şəraitinin yaxşılaşdırılması üçün sosial yardım almaq hüququ vardır. Daha sonra mən sizə deməli işçinin hüququndan biraz danışdım. İşçinin əlbəttə ki, məzuniyyətə çıxmaq hüququ vardır. Məzuniyyət də sosial məzuniyyət var, təhsil məzuniyyəti var, yaradıcılıq məzuniyyəti var, akademik məzuniyyət var. Məzuniyyətlər çoxdur. Analıq məzuniyyəti var. Təhsil məzuniyyəti də belə deyim, tutalım işçi hər hansı bir müəssisədə çalışır. O ərizə ilə təhsil məzuniyyətinə çıxa bilər və o təhsil məzuniyyətinə çıxarkən onun maaş saxlanılmaqla, yəni ona ödəniş ödənilir. Maaşı saxlanılmaqla, yəni maaş kəsilməmək şərti ilə o həm də təhsil alır. Tutalım universitetdə oxuyursa,
təhsilini də ala bilir. Yəni yenə də deyirəm, ərizə ilə təhsil məzuniyyəti veriləndən sonra bu mümkündür. Çoxdur. Ümumiyyətlə əmək məcəlləsi çox geniş bir mövzudur. Bunun haqqında saatlarla danışmaq olar. Çox geniş və çox da olduqca da vacib bir mövzudur. Ümumiyyətlə günümüzdə hüquqlarını bilməyən işçilər çoxdur. İşçinin ümumiyyətlə yeni ixtisasa yiyələnmək hüququ vardır. İxtisasını artırmaq, təhsil sahəsində bu sual biraz çaşdırıcıdır. Bəzi namizədlər çaşdırılır. İxtisasını artırmaq işçinin, təhsil verənin vəzifəsidir. Yeni ixtisas almaq isə hüququdur. Bunu belə başa düşün ki, müəllimlər, yəni yeni ixtisas alanda tutalım müəllim biologiya müəllimliyini bitirib yenidən hansısa bir universitetdə oxumaq istəyir, başqa ixtisas üzrə. Yəni bu onun hüququdur. Oxuya da bilər, başqa ixtisas tutaq ki, ingilis dili müəllimliyi oxumaya da bilər. Hüquq imkandır, yəni insanın özündən asılıdır. Bir də var ki, ixtisasını artırmaq, tutalım tibb işçisidir və yaxud müəllimdir, sertifikasiyaya cəlb olunub. Sertifikasiyaya cəlb olunub, təkmilləşdirmə kursuna gedir, ixtisasını artırır, məcburidir. Bir dəfə üzrü səhvdən getməyə və ikinci dəfə getməkdə, artıq ikinci dəfədə imtahandan kəsilikdə artıq onun əmək məcəlləsi ilə normalarla tənzimlənir o işçinin vəziyyəti. İndi onun da öz qaydaları var, o da ayrı bir mövzudur. Bir də əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Hüquqlardan bu qədər danışıram. Daha sonra işçinin də vəzifələri, hüquqları vardır. Onlar da əgər istəsəniz növbəti videoda çəkiliş edib paylaşaram. Rəylərdə bildirərsiniz fikrinizi. Sağ olun müəllimlər.